Evdən qəşəng qoxu gəlsin istəyirəm. Belə. Evdən maraqlı qoxu gələcək. Hər kəsə salam, necəsiz dostlar? Bugün bir vlog başlayıram. Evim pis gündədir, inanın ki, bütün otaqlar belədir. 2 gündür ümumiyyətcə çox qripi 2 həftədə davam edirəm, 2 gündə qızdırması da var. Və öz gözümə təəssüf ki, infeksiya düşüb. Kamera əlimi alıb vlog çəkə bilmirdim. Deyəcəksiniz ki, bu halda vlog yanından düşürəm, amma mən səhifəni qaldırma səbəbim də zaten övladımdır. Ümid edirəm ki, qınaq etdiyinizdə bunu nəzərə alarsınız. Səhər saat 10-dur. Qardaşıma yemək pişirib göndərməliyəm. Çünki mama ət zad alıb bizə vermişdi ki, qardaşım burada tələbədir Bakıda. Onun yeməyi bitdikdə pişirib göndərərsən. Dedim, yaxşı, bir də belə bir problemimiz olub. Hamamda divarın krantı partlayıb. Təəssüf ki, divardan içərdən partlayıb deyə aboy atmağa başlayıb. Santexniklərdə maşallah od qiymətləndirlər. Hələ ki, təəssüf ki, adının var. Günü deyil deyə elətdirə bilmirəm. İnşallah ki, onu da elətdirəcəm. Yavaş tanışma səbəbim də Amin yatır. Digər uşaqlar da yatırlar. Ona görə. Mama budanmışdı. Qardaşım burada başlayır. İndi başlayıram onu. Və sizi buralara bir yerdən mən yerləşdirəcəm. Belə. Mən burada başlayıram artıq qaqaş üçün yeməyini hazırlamağa. Mama keçən səfər rayondan biz qaydanda bud da alıb göndərmişdi ki, qaqaşın özü də yeməklər pişirmişdi. Amma ki, göndərdi ki, yemək bitsə, sən pişirib yeni göndərərsən. O da səhər tezdən mənə yazdı ki, bacı yeməyin bitib göndər. İstəyirəm ki, anlamı çəkiməm, söhbət eləyək. Bəzi məsələlərə toxunmaq istəyirəm. Çünki susluqda görürəm, arxası kəsilməyən mövzuların. Bir bunu həll eləyim, danışacağım. Çox vaxtım yoxdur deyə vlogda pişirəcəm. Əslində fikrim var, tək-tək qızardım, amma ki, o qədər vaxtım yoxdur. İşlərim də çox olduğuna görə bildirəcək. Və başlayaq. Deməli, səhifəm haqqında danışmaq istəyirəm biraz. Bəzi izləyicilərim unudur ki, mən keçmiş səhifə vloglarımda var ki, mən bu mövzu haqqında danışmışam ki, hansı ki, mənim səhifəni açma səbəbim övladıma görədir, Amin üçün. Yoldaşımın maaşı təəssüf ki, bizi idarə etməyə yetmir və mənim kanal açma səbəbimdən ən böyük biri yoldaşıma maddi dəstək ola bilməkdir. Çünki övladımla iş görə bilmirəm, işə gedə bilmirəm, təəssüflər olsun. Çünki həm 2 normal övlad, həm bir özəl uşaq, yəni alınmır. Və buna bir məsələyə də aydınlıq gətirim. Amin hal-hazırda əməliyyat pulunu bitməyinə çox az qalıb. İnşallah ki, bitdikdə cihaz qoyulacaq başına. Və mən yenə vloglar çəkməyə başlayacağım. Mən yenə vloglar davam edəcəm. Çünki mən dedim, axı səhifəmi qaldırma səbəbim Amin üçündür. Çünki Aminin ehtiyaclarını qarşılaya bilmirik. Gücümüz çatmır. Hələ Aminin əməliyyatla işi bitmir. Əməliyyatdan sonra Amin zaten müalicəsi hazırda davam edir nevropatoloqun və əməliyyatdan sonra da Amin inşallah ki, nevropatoloqun müalicəsi bitdiyində fizioterapiyə getməli və masaj olacaq. Aminin dilində tonus olduğu üçün çəynəmə qabiliyyəti yoxdur və belə deyim, loqopedə gedəcək. Bunlar hamısı maddiyyat tələb edir vallahi, yəni deyirlər. Yəni, dövlət xəstəxanasına aparmışlar. İnan ki, bir yaxınım var, dövlət xəstəxanasına növbəyə yazılan aylardır, 3 aydan çoxdur. Hələ də onun uşağa növbəsi çatacaq. Mənim o qədər zamanım yoxdur. Yəni, bir şey tənqid etmədən bir araşdırın, bir maraqlanın, görün, məsələ nədən gedir. Videonu dayandırmalı olduğum zəng gəlirdi ona görə. Mən budları belə kəsiklər qoyuram ki, bu qədər içi də rahat bitsin. Və Aminə dəstək olan izləyicilərim haqqında biraz danışmaq istəyirəm. Hansı ki, maddi mənəvi. Təşəkkür edirəm hər birinizə. Allah hər birinizdən razı olsun. Allah hər birinizin ürəyini görə versin.
Məni həqiqətən analar anlayır, analar başa düşür. Həqiqətən necə deyim, qəlbi təmiz olan insanlar anlayır. Bu anda inanın ki, mən indi bəzi şeyləri görürəm ki, bu anda belə bizdən istifadə edənlər oldu, hansı ki, necə deyim, özünü yaxşı göstərmək üçün, hansı ki, səhifəsini qaldırmaq üçün, yəni çox istifadə edənlər oldu və düzdür, onlardan maddi dəstək gəldi, onu danmayacağım, amma ki, yəni xeyirləri güdürlərmiş, mən belə deyim. O da, yəni ki, nə deyim, yəni vicdanınızı sorğulayın. Sadəcə ona deyə bilərəm ki, vicdanınızı sorğulayın. Vəd verənlər, yalandan bəhanələr uyduranlar, inanın ki, bir qapını Allah bağlayırsa, yadınızda saxlayın, digər qapını da Allah açır. Hər şey Allahın əlindədir. O, hansı ki, dəstək olan izləyicilər, hansı ki, maddi dəstəyin yığılma səbəbi də Allah istəməsi olmaz. Yəni, siz nə qədər də vədlər verib çəkilsəz də qırağa, dar yolun qapısını açan Allahdır. Biz Allaha sığınmışıq. İnşallah ki, amin, yaxşı olacaq. Ümid edirəm. Və hansı ki, deyirlər, uşağı əməliyyat olunacaq, bu vloglar çəkir, nə bilim, nə edir. Baxın, gəzməyə gedir, nə edir. Gəzmək dediyim, biz Şəkiyə getmişdik. Çünki Aminin bir həftəlik başına su çəkilməyəcəkdi. Və Aminin başına su çəkilməyəndə Amini evdə saxlamaq mümkün deyil. Başa düşür, sakit saxlamaq olmaz. O tək başına baxa bilmirəm o uşağı o anda. Çünki başına su yığılır, təzyiq yüksək olur. Yəni, uşaq bütün funksiyalarını itirir. Yəni, ona görə evdə saxlaya bilmirəm. Amma kömək üçün apardım mamanın yanına. Həm də özümün təəssüf ki, vəziyyəti yaxşı deyildi. Hal-hazırda da yaxşı deyil. Ona görə apardım ki, mama mən bir həftə ərzində kömək eləsin. Amma gəldə sadəcə 3 gün qaldım və gəldim. O 3 gündə Amini bir dəfə mama yerdə özü saxladı, sakitləşmişdi, iynə vurdurmuşduq. Amin normal idi. Amin ümumiyyətcə rayona gedəndə təmiz hava alanda Amin yaxşı olur. Gündüz dayandı, 1-2 saatlıq çıxdıq, Kərvansaraya getdik, elədik. Ora pul tələb eləmir ki, yəni gedirsən, girirsən, çəkirsən, videoda çəkirsən. Hansı ki, bizim onunla çəkmə səbəbimiz səhifəmizin boş qalmamağı idi. Və biz də insanıq, yəni fikirləşin, vicdanınıza sığının ki, bizim yaşadıqlarımız çox ağır şeylərdir. Bəlkə siz bizdən də ağır şeylər yaşayırsınız, ola bilər, demirəm. Ola bilər, siz bizdən də ağır şeylər yaşayırsınız. Amma ki, bizdən ağır şeylər yaşasınız da, məncə bizi başa düşməlisiniz. Çox çətin dönəm keçirdirik və arada 1-2 saat özümüzə vaxt ayırmaq düşünürəm ki, bizim haqqımızda hansı ki, o maddiyyat tələb eləmirsə. Deyirlər, bəzənirsən, düzəlmirsən. Bəzənmirəm, deyirsiniz ki, özünüzə baxmırsan. Bəzənirəm, deyirsiniz ki, bəzənirsən. Yəni, insanoğlu deyil, qınayan hər formada qınayır. Ona görə də vecimə almıram. İnan ki, o pis yorumları, artıq o pis təngidləri vecimə almıram. Xoş deyilsə izləməyə bilərsiniz. Neysə, mən onları belə kəsdim, tökdüm. Bir tanəsi qalıb. Bunları dostlar, gözümə infeksiya düşüb sizdən uzaq. Hər şey ağrıdır, duman olur, rayonlara gedənlər bilir, çəmrə deyirlər bizdə. Olur, hansı ki, gözü görmür, o formada görürəm. Duman olur, bilməm, gözüm infeksiya götürür. Kamerada çox yaxındıra bilmirəm. 2002, yəni canlı aça bilmirəm. Birinci səbəbi baba pisləşmişdi, yoldaşımın babasına birisindən baxıram. 86 yaşı var, təzyiq yüksək, təzyiq 200-ə qalxmışdı, huşunu itirmişdi, içini tanımırdı. Yəni, inanın ki, çox qorxdum da ki, nəsə olacaq deyə, Allah uzun ömür versin, Allah heç kim evini böyüksüz eləməsin. Mənə yük deyil, mən baxıram. Çoxsu deyir ki, sən niyə baxırsan? Yəni, o məncə sorğulamaq, o sən niyə baxırsan deyənlərə qalmıyor. Mənə xoşdur, mən baxıram. Allah qurban olur. Baxın, mən belə kəsdiyim dostlar. İndi vuracam mayonez. Sonra istiot. Bəzi ədəvalar əlavə edəcəm. Sonra kartof doğrayacam, atacam bu üstünə. Başlayaq. Formu da hazırladım. Kartofunu tökdüm. Sarımsak, mayonez, istiot, duz.
Şimdi bunu koyacağım sobaya pişmeye. Baxın bu formada eləyirik. Bilən hər ehtimal yağlı kağız açın altına. Çünki mən birinci dəfə yoxlayacağım, görək necə olacaq. 200 dərəcədə 75 dəqiqə pişəcək. Deməli paketdə pişirmə. Budların axırı bu formada oldu. Çünki mən də bilməm niyəsə uğurlu alınmadı. Soba üçün olan o paketlərdə pişmək bilmir. Və bu formadadır. Bunları qaldıraq, üstə qoyaq. Qızarsın. Baxın görək yemək necə oldu. Wow. Biraz da qızardacağım, amma çox qəşəng görsənir. Mən axşamdır, yemək pişirdim, qardaşıma göndərdim, amma ki Amin dayanmırdı. Ona görə bütün işlər hamısı qalıb. Bütün qablarım var, yuvası, yerlər təmizlənməlidir, axşama yemək eləməliyəm. İstədim vlogu yarıda saxlamayım, davam edeyim. Yerləşdirim. Artıq başladım qabları yumağa. İnanın ki, o qədər işlərim yığılmışdı ki, fikirləşən Amin 2 gündür çox ağır, qripin lap ağır vəziyyətdə keçirdirdi. Həm də yoldaşımın babası pisləşmişdi. Həm ona baxmaq, həm Aminə baxmaq. Hər şey yığılıb qalmışdı. Burada 2 günün qabları da var bu arada. Heç bir işi görə bilməmişdim və mən fikirləşən 2 günün qablarının burada axşam tərəfidir qabları yuyuram. Yəni bəzən deyirlər ki, niyə işi axşama saxlayırsan? Mən ona görə yeməklərimi çox axşamdan bişirirəm ki, sabah gündüz vaxtı ümumiyyətcə mənim 1 qram vaxtım olmur. Bəlkə deyirəm inanmırsınız, amma ki reallığı budur da. İşlərim çox olur. Nə mənada Aminə ayıracağam, Aminin dərman saatına vermək və Amin bu arada mənsiz dayanmırdı dostlar. Yoldaşım da alıb qucağına hərləsə də, gezdirsə də, yəni son dayanacağı mənim qucağımdır. Çünki sakitləşmir, öyrəşib mənə. Bilmirəm niyə görə mənə çox bağlıdır həqiqətən. Və mən ona baxmasam heç bir şəkildə nə yeməyini yemir, nə dərmanlarını atasını verməyə qoymur. Ancaq mən ocağıma aldığımda, əzizlədiyimdə bunları edə bilirik. Ona görə də düşünürəm ki, eybi yoxdur. 2 gündən sonra axır ki yuyum, eybi yoxdur. Bütün işlərimi sonra da əldə edə bilərəm. Birinci növbə uşaqdır. Birinci növbə Aminin sağlamlığıdır. İnanın ki, övladlarımı seçmirəm. Hər birini çox sevirəm. Övladlarımı Allah mənə çox görməsin. Amma Aminə vaxtına, Aminə ayırdığım zamana görə digər uşaqlarımı inanın ki, çox zaman ayıra bilmirəm. Onun da atası həll eləyir. Mənim boşluğumu onlara hiss elətdirmir. Çünki Amin özəl uşaqdır və onun diqqətə ehtiyacı var. Qayğıdan önəmlisi diqqətə ehtiyacı olur. Diqqətli olmaq bir an belə gözündən qaçırdığın anda hər an hər şey ola bilir Amində. Çünki problemləri çoxdur. İnşallah ki, yəni, bu çətin günlərimiz geridə qalacaq. Mən inanıram, Allaha güvənirəm. Allah böyükdür. Aminin ayağa qalxmağını o qədər çox istəyirəm ki, öz ehtiyaclarını özü qarşılaya bilsin. Ümumiyyətcə, Amin heç kimə möhtac olmasın. Digər övladlarım necə Amində can sağlığı elə olsun istəyirəm. Çünki Aminə ümumiyyətcə mən çox bağlıyam. Onu qaldırmaq tək məqsədim o da ayağa qaldırmaq. İnşallah ki, bu da olacaq. Burada da dufovkanın qablarını yuyuram, təmizliyini özünüz görürsünüz. Mən ümumiyyətcə hər qabdan sonra rakvinlə içini bilmirəm niyə domesos duyuram. Çünki fikirləşirəm mikrobzad qalır. Çünki nəm olur da, mikrobzad olur deyə. Mən rakvina içinə hər gün, istər gündə 10 dəfə də qab yursam, 10 dəfə də domesosla təmizləyirəm. Burada da qəşəng domesosdadır. Məndə elə bir rakvinanın üst tərəfi kafeldir. Onları sildim, qəşəng təmizlədim. O qədər yorulmuşdum ki, inanın ki, bu səsləndirməni mən üstdən sabahsı gündə edirəm. Və istədiyim vlogu çatdırım sizə, təqdim edeyim. Səhifəm vlogsuz qalmasın. Çünki səhifəmi qaldırma məqsədim də zaten Aminə görədir. Burada başladım uşaya. İnan ki, bu mənə o qədər rahat olur ki, kafelin orada olmağı. Çünki yağ olsa belə rahat şəkildə təmizləyirəm, çıxır. Bu tərtəmiz oldu. Burada Adil onu almışdı. Onun qabı boşalmışdı deyə doldurdum. Onun qabına.
Və siz necə dostlar? İşlərinizi axşam görməyi xoşlayırsınız yoxsa gündüz? Mən daha çox axşam, çünki hər kəs yatır, sakitçilik olur. Ona görə sevirəm. Mən dostlar, belə qablarımı falan yudum, ocağın üstünü sildim, təmizlədim. Belə, burada qaz üstü yumar şeylər var, bunun qazlar idi. Bir tane deyəcək, buranın qarışıqdır. Buranın termos gecə yeməyini hazırlamaq üçündür, qaynanmış suyudur. Belə qarışıq deyil əslində, qablarda belə qoydum, suyu çəkilsin, quruluyub yerinə yığacağım. Yəni, böyük bir işim qalmayıb. Mətbəxlə bağlı işim, sadəcə yemək pişirəcəm. İndi gedim otaqları təmizləyim. Saat 8-ə qalıb, amma mən indi otaq təmizləyirəm. İnanın ki, çox çətindir. Gəldi, bu da uşaqların otağı bu gündədir. Pastellər çıxartmışım, üzlərini salmışam yuyulmağa indi. Təzə pastel açıram. Otağın aynasını açım. Havalansın otaqlar. Burada da keçdim uşaqların otağına, uşaqların pastelini ümumiyyətcə mən həftədə bir dəfə dəyişirəm. Qışda ümumiyyətcə bütün pastellləri həftədə bir dəfə dəyişirəm. Yayda isə hər gün dəyişirəm, bilmirəm niyə. Və ümumiyyətcə mən pastellləri dəyişmək cəhətindən manyak bir xasiyyətim var. Təmiz də olsa özümdən asılı deyil, pasteldə yata bilmirəm. Gərək yayda hər gün dəyişəm. Qışda da çalışdığım qədər həftədə 2 dəfə eləməyə çalışıram. Bacarmayanda həftədə bir dəfə istifadə edirəm. Burada da qızımın pastellərini dəyişdim, yenilədim. Bu otaq uşaq otağıdır. Biraz əl gəzdirdim, təmizlədim. Əsas istədim səhifədə vlog olsun. Mənim izləyicilərim təmizlik vloqunu çox sevirlər. Mən də yəni onlara görə həm vlog olsun deyə, həm də ki zaten işləri görürdüm, dedim maraqlı kontent çıxacaq. Bunu qoy, çəkim. İnşallah ki bəyənərsiniz. Deməli qızlar, belə tamamladım bu evi. Yığışdırdım, bir dənə toz soranlamaq qalıb. Axırda bir toz soranlayacağım. Gecə bu evdə bu gündədir. Hər şey atma qarışıqdır. Bura isə bizim yataq otağıdır. Deyəcəksiniz, niyə görə otaqlar bu halda olur? İnanın ki, gecə amin birdən yanımızda yatıstırırıq, birdən aparıram uşaq otağına. Yəni gecə səhərə kimi yatmıram. Birdən pisləşir dərmanları filan, ona görə qarışıq olur. Yəni gecədən yağışdırıb yatsam da səhərə sanki evə bomba düşür. Burada da pastellləri dünən yeniləmişdim deyə dəyişmədim. Yəni ən sevmədiyim şey inanın ki, yəni pastel dəyişməkdir. Amma hər gün dəyişirəm. Burada da taxtı yığışdırdım, bitirdim. Mən dostlar, bitirdim işlərimi. Buranı da belə təmizlədim. Bir dənə yenə tutacağım, toz sorunlamaq qaldı. Onu da eləyəcəm. Artıq bu dərəcə, yəni sizi sıxmaq olmaq istəmirəm. Sıxılmayasınız, vlogu maraqla izləyəsiniz. İnşallah ki, səfərə izləyəcəyiniz vlog olar. İnşallah bəyənərsiniz. Videonun sonuna kimi izləməyi, like atmağı unutmayın. Kanalımıza dəstək olun. Hər birinizin dəstəyi, hər birinizin abunəliyi mənim üçün çox önəmlidir. Allah'a emanet olun, hələlik.